İstər tol dediyimiz qırdan hazırlanan məhsullar olsun, istər bitumun, əridilmiş bitumun sürtkü əsaslı olan məhsul olsun. Onlar daha yaxşıdır bu hidroizolasiyadan yoxsa necə? Belə deyim, yerinə görə dəyişir əslində, amma biz misal üçün məsləhət görmürük. Niyə məsləhət görmürük? Çünki bunlar təbii məhsullardan yarandığına görə bitum özü xam neftdən hazırlanır və təbii belə deyək də məhsul olduğuna görə bunların hansısa bir torpaqla təmasa keçəndə bakterioloji proseslər əmələ gəlir. Misal üçün dama siz tol vursanız, damda qarğalar gəlib onu dimdikləyir. Niyə? Ola bilər hansısa bir vitamin qəbul edir ondan. Yəni təbii məhsuldur. Yerin altında, yəni zirzəmi bölməsində deyə bünövrədə onu vuranda torpağın tərkibindəki olan bəzi bakterioloji proseslər onu başlayır parçalamağa. Mən adi bir şey deyim, torpağın tərkibində parafin deyilən bir məhsul var. Bu parafin məhsulu bitumla reaksiyaya girəndə başlayır parçalanmağa. Yaxşı məsləhət görərdim ki, artıq belə deyək də 21-ci əsrdəyik. Texnologiyanın inkişaf edən dövrüdür. Ağıllı intellektin inkişaf edən dövrüdür. Yaxşı olar ki, süni, yəni sintetik olan məhsullardan istifadə olunsun. Yəni amma adətən belə sintetik sözünü eşidəndə bizə bir balaca sanki bir insan sağlamlığı üçün təhlükəlidir sintetik, amma bu bünövrədə qalır deyəndə burada insan sağlamlığından söz getmir. Burada bizə lazımdır ki, bina sağlam qalsın. Bina su keçirtməsin bünövrədən. Torpağın altındakı olan heç bir təsir binanın içinə, bünövrəyə, zirzəmiyə nüfuz eləməsin. Məsləhət görülür sintetik məhsullar, hansı ki, plastfoillər deyilən məhsullar var. PVC membrandan tutmuş, belə deyək, bir çox kimyəvi, sintetik kimyəvi nanotexnologiyanı hazırlanmış püskürtmə izolyasiyasına qədər. Yəni, bu məhsullar niyə yaxşıdır? Məsələn, deyirdilər, plastiki zibil qutusuna atın, təkrar emal üçün. Amma yerə atmayın, çünki çürümür. Xarab olmur. Yəni 100 illər çəkir. Bu yay mövsümündə əsasən bu dəniz kənarında da, təbii ki, dənizlərə atılan nələr varsa, hamısı da qalır. Bu sintetik olan həmən o plastik məhsullar, bunlar çox gec torpaqla təmasa gedib, hava ilə təmasa gedib, çox gec çürüdüyünə görə, parçalandığına görə məsləhət görülür ki, ümumiyyətlə hidroizolyasiyasında bu tipli məhsullar istifadə olunur. Yəni geç sıradan çıxır da. Geç sıradan çıxdığına görə. Yəni bünövrə başlayır birinci hidroizolyasiyadan. Hidroizolyasiyada məsləhət görürəm bu tipli məhsullar olsun.